Salam, hər vaxtınız xoş gördük hər birinizi. Güman sınağının keçirdiyi fizika suallarına baxırıq. Birinci suallara baxarıq. Birinci sualımız bu şəkildədir. V0 bərabərdir 0. Sükunət vəziyyətində bərabər təcili hərəkətə başlayan cisim 5-ci saniyədə n bərabərdir 5-ci saniyədə 5-ci saniyənin sonunda sürətin modulu V bərabərdir 10 metr bölünsün saniyə olmuşdur. İlk 4 saniyə ərzində bu cismin getdiyi yolu hesabla. İlk 4 saniyə ərzində gedilən yol bərabərdir sual. Sükunət vəziyyətindən başlayıb V bərabərdir A vurulsun T'dir. Düzdür. Dedik ki 10 bərabərdir A vurulsun 5-ci saniyə. Yəni T'nin yerinə 5 yazılır. Onda A bərabər neçə alındı? 2 alındı. Onda L bərabərdir AT kvadratı bölü 2. AT kvadratı bölü 2. Bu da bərabərdir. A'nın yerinə neçə yazırıq? 2. Vurulsun. Neçə saniyədir? 4. 16 bölü 2 cavab elədi 16 metr. Yəni doğru cavabımız D variantı. Keçirik indi növbəti suala, ikinci sualımıza. İkinci sualımız belədir. İkinci sualda deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətlə maddi nöqtənin radius vektorunun dönmə bucağının zamandan asıllıq qrafiki verilib. Tənliyimiz bu şəkildədir. Zamandan asılı tənliyi. Deyilir ki, fi bərabərdir 12 üzərinə gəl 18t. Yəni bunun düsturu fi bərabərdir fi 0 üzərinə gəl omega t olduğuna görə deməli omega burada neçədir? 18 radian bölünsün saniyədir. Məndən nə istəyir? Maddi nöqtənin dövrətmə tezliyini hesabla. O omega bərabərdir 2 pi nü olduğuna görə nü bərabərdir omega bölünsün 2 pi olduğuna görə pini də 3 verdiyinə görə 18 bölünsün 2 vurulsun 3 18'i 6'ya bölürük cavab eləyər 3 hertz. Yəni 3 saniyə üstü mənfi 1. Yəni doğru cavabımız eləyəcək. İkinci sual üçün C bəndi. Keçirik üçüncü suala. Baxa, üçüncü sualda bizə nə deyilir? İpə bağlanmış cisim hamar üfüqi müstəvi üzərində tirciklər F qüvvəsinin təsiratında düz xətti bərabər təcili hərəkət icra edir. F bərabər 6 Newton olarsa ipdə yanından gəlmə qüvvəsinin qiyməti. F'imiz 6 Newtondur. F neçə cismi dartır? 1, 2, 3 cismi. Düzdür. Onda F bərabərdir. Sürtünmə qüvvəsinin təsiri nəzərə alınmır. Cismlər bir-birinin nəzərən sükunətdədir. Onda F bərabər 2M, 2M, 4M, o da 1, 5M. Deməli, F qüvvəsi 5M anı dartır. İpi buradan kəsəsi olsaq, onda T bərabərdir. Neçə M olar? 3M olar. Onda böləndə bir-birinə F bölünmüş T bərabərdir. 5 bölünsün 3 imiş. Onda F'imiz nə qədərdir? 6. 6 bölünsün T bərabərdir 5 bölünsün 3. Onda T bərabərdir 18 bölünsün 5. Bu da eləyər 3,6. Yəni doğru cavabım E variantı. Bu da oldu 3-cü sual. Baxırıq indi növbəti 4-cü suala. 4-cü sualda deyilir ki, üfüqi səth üzərindəki cisimlərin hər birinə modulları eyni istiqamətləri fərqli olan F qüvvəsi təsir edilir. Cisimlər sükunətdə olarsa onlara təsir edən sükunət sürtünmə qüvvəsi və təzyiq qüvvələri modulları arasında hansı münasibət doğrudur? Birinci cismin F proyeksiyası bu şəkildədir. Birinci cismin F proyeksiyası var. Yuxarı doğru, bir də sağa doğru. Yuxarı doğru F sinus alfadır. Sağa doğru isə F kosinus alfadır. Deməli, birinci cismin aşağıya doğru mg ağırlıq qüvvəsi, yuxarıya doğru da F təzyiq qüvvəsidir. Deməli, birinci cismin təzyiq qüvvəsi Ft1 plus F sinus alfa bərabərdir M1J-yə. Düzdür. Onda Ft1 bərabərdir M1J çıxılsın F sinus alfa. Bu, birinci cismin təzyiq qüvvəsi və birinci cismin sükunət sürtünmə qüvvəsi də F sükunət bərabərdir F kosinus alfadır. F olsun 1. Qutardı getdi. İndi keçdik ikinciyə. İkincinin üzərində işləyirik. Deyilir ki, biz deyək ki, buna təsir edən aşağı doğru F sinus alfa, bir də sola doğru F kosinus alfa olar. Burada aşağı doğru mg, yuxarıya doğru da F təzyiq var. Onda deyərik ki, ikinci cisim üçün deyirik. Deyirik ki, Ft2 plus M2J bərabərdir nədir? F sinus alfadır. Düzdür? Üzr istəyirəm.
M2J aha burada səhv elədik. Bir dəqiqə. M2J ilə F sinus alfa eyni istiqamətdədir. M2J plus F sinus alfa bərabərdir FT2'yə. Onda F sürtünmə 2 də bərabərdir yenə F kosinus alfadır. Onda belə çıxır ki, sürtünmə qüvvələri bərabərdir. F sürtünmə 1 F sürtünmə 2'yə bərabərdir. F sürtünmə 1 bərabərdir F sürtünmə 2. Və təzyiq qüvvələri hansı daha böyükdür? İkinci üçün M2J plus F sinus alfadır. Birinci üçün M1J minus F sinus alfadır. M1 də M2'yə bərabərdir. Ona görə də F2, F təzyiq 2 böyükdür F təzyiq 1'dən.